Aleykum assalam və rəhmətullahi və bərəkatuhu. Deməli, sual belədir ki, çatdırma platforması olan Volt, Bolt və ya digər oxşar platformalar vasitəsilə kuryer kimi işləmən fiqh hökmü nədir? Bu işdən əldə edilən gəlir halal sayılmır. Zəhmət olmasa cavabınızda bu iki əsas işləmə forması nəzərə alasınız. Birinci, Volt, Bolt və ilə birbaşa əməkdaşlıq, fərdi əcr, müqavilə, kuryer fərdi sahibkar kimi birbaşa Volt ilə müqavilə bağlayır, bütün vergi və sənədləşmə işlərini özü həll edir. Gəlir çatdırılma haqqının 100% kuryerə ödənilir, dövlətə ödənilən vergi və rüsumlar çıxılmaqla. Sual, xidmət müqabilində bu cür birbaşa qazanc əldə etmək icazəlidirmi? Əgər onun daşıdığı məhsul, yəni haram məhsul deyilsə, yəni halal məhsullarsa, bəli, bu cür daşımasında inşallah ki, bir problem yoxdur. Yəni, yenə deyirəm, əgər orada daşınma halal məhsullarsa, yəni bir var ki, məsələn, içki daşıyır, donuz daşıyır və digər haram məhsullar daşıyır, bunlar olmaz, bunun qazancı da haramdır. Amma bir də var ki, yalnız halal yeməklər daşıyacaqsa və inşallah yəni birbaşa özünün bütün vergilərini çıxandan sonra özünə qalan gəlir, təbii ki, onun halalıdır. Düz hətta vergi ödənilməsə də belə, yəni onun qazancı harama düşmür. Amma sualda zaten belə dediyi üçün biz də belə dedik ki, inşallah ki, bir problem yoxdur. İkinci məsələ, deməli, flet partnyoru vasitəsilə işləməyə Volt Flet müqavilə, kuryer Voltun rəsmi partnyoru olan Flet şirkəti, məsələn, Volt Flet ilə müqavilə bağlayır. Flet partnyoru kuryerin sənədləşmə, vergi və müsahibət işlərini öz üzərinə götürür. Gəlir qazanılan ümumi məbləğin müəyyən razılaşması faizi, məsələn, 25% Flet partnyorunun xidmət haqqı olaraq verilir. Qalan hissə 70% kuryerə ödənilir. Əgər Flet partnyoru vasitəsilə işləyirəmsə, partnyor mənim üçün sənədləşmə işlərini, vergi və mühasibatlığı həll edir. Buna görə də mən qazancımın müəyyən razılaşdırılmış faizi 20%-ni partnora verirəm, qalan 80% mənim olur. Sual, bu xidmətlərin qarşılığında gəlirin faizlə bölməsi, yəni 80-ın 20%-i partnyorun olması icazəlidirmi? Yəni məlum nisbətdə şərikli gəlir, şərikli uyğundurmu? Bəli, uyğundur. Əgər sən tutam ki, sənədləşmə işini özün eləmirsənsə, hansısa bir başqa bir şirkətlə razılaşırsan ki, qardaş, mənim sənədləşmə işlərimi sən götür, yəni sən həll elə, mən işləyib qazancımın 20%-ni sənə verəcəm, 80%-ni özünə götürəcəm. İnşallah ki, burada bir haramçılıq yoxdur, Allahın izni ilə. Sadəcə yenə deyirəm, bu daşımasılıqda əngəl olan odur ki, sənin daşıdığın məhsul halal olsun. Yəni, halal yemək, içmək, əşyalar olsun. Amma haram qazanc olarsa, misal içkidir və yaxud da ki, donuz əti və digər haram, şəriətin haram buyurduğu şeylər daşınırsa, onun qazancı da haram olur. Amma halal şeylər qazanıb, halal şey daşıyıb və halal qazanc əldə edib və sənədləşmə işi və həyata keçirən üçün yəni 20%, 15%, hətta 50% belə, yəni fərqi yoxdur. Razılaşdırılmış faiz müqabilində onu ödəyirsənsə, inşallah burada şəriətə müxalif bir şey yoxdur Allahın izni ilə. Aleykum assalam. Ruqiyyəçi cinlə danışa və ya görə bilərmi? Ruqiyyənin xüsusi elmi varmı hansı? İnsana cin toxuna və ya ki, içərisinə girməsi nə dərəcədə doğrudur, dəlillərlə izah edə də zəhmət olmasa. Ümumiyyətlə, ruqiyyəçi cini görə bilməz. Çünki cini görən insan artıq özü də bir növ, belə deyim, cinli insandır. Cinli insandır ki, o cini görə bilir. Amma qalsa ki, ruqiyyəçi dinlə danışa və ya danışa bilərmi? Ümumiyyətlə, ruqiyyə oxuyan zaman həmən insanın, yəni ruqiyyə oxuduğumuz insanın başqa bir səslə danışması halı olanda, əksər halda ruqiyyəçilər deyirlər ki, artıq bu cindir, cin başlayır danışmağa və sonra isə cin nə deyirsə başlayırlar onun dediyini təsdiqləməyə. Bu özdə bir xatadır və sanki, belə deyim, sehirbazın, kahinin dediyini təsdiqləmək kimi bir şeydir. Və o ki, qalsa ki, insana toxunub, insana daxil ola bilər, bəli, insana toxuna bilər, insanda cin ola bilər, necə ki,
Bu həm Allah Rasulun dövründə vardı, sonra tabinlər dövründə və imamların dövründə bu olub. Bu belə bir şeylər var. Çünki insan cinlənəndə, yəni ona cin toxunanda bəli insanda cin ola bilər. Amma nəzərə alsaq günümüzdə artıq bu məsələ artıq dairəsindən, cızığından çıxıb və görürsən ki, yəni kim normal həyatda bir çörək pul qazana bilmirsə, artıq ruqiyyətçilərin yanında bir-iki dəfə belə deyim də o çelikdə yanarlar. Şagird kim yanar, sonra isə başlayırlar artıq mütəxəssis ruqiyyətçi olurlar. Beləliklə də baxırsan ki, həm ruqiyyətçilərin sayı çoxalır və həmçində cinli insanların da sayı çoxalır və həmçində ruqiyyətçilərin insanlardan aldığı pulun da miqdarda çoxalıb. Ona görə bu barədə böyük alimlərimizdən olan səhv etmirəmsə Şeyx Albani Rəhməhullah dediyi gözəl bir söz var. Yəni deyir, bu ilə məşğul olan insan ya alimdir, ya da ki cahildir. Ona görə bu halların baş verməməsi üçün, bu halların çoxalmaması üçün və bu belə deyim də bu ruqiyyətçilərin insanlardan zülmlə, haqsızcasına insanların malını yeməməsi üçün yaxşıdır ki, elə hər insan özü özündə, yəni öz yaxınıdır, kimdir o ruqiyyə oxunmalı insan, elə özünü ona ruqiyyə oxusun. Ruqiyyələrdə çətin ayətlər deyil, yəni Fatihədir, ayət-i kursudur, Bəqərənin son 2 ayəsi, Fələq, Nəs, İxlas və həmçində Bəqərəni el özü də, Əl-İmran el özü də, yəni ruqiyyə kimi oxuya bilər. Yəni çətin bir şey yoxdur, sadəcə burada ixlasdır və Allaha dua eləməkdir və bunu davamlı şəkildə eləməkdir və həmçində həmən cinli olan insanın özünün də özü üçün yəni mübarizə aparmasıdır. Yəni səhər axşam zikirləri və digər ibadətləri və duaları davamlı şəkildə eləməlidir. Və belə olan halda təbii ki, nə cindarlara ehtiyac qalmaz, nə ruqiyyəçilərə ehtiyac qalmaz, nə də ki, qardaşı insanların malını haqsızcasına yeməzlər, mənimsəməzlər. Aleyküm assalam, tullah bərəkədə. Yəni, sual belədir ki, ər zövcəsinin razılığı olmadan başqa ölkəyə gedərsə, bu doğru sayılırmı? Bu qadının ikinci evliliyidir. Birinci yoldaşı vəfat edib və həmin evlilikdən bir oğlu var. İndiki əri də uşağı da qəbul edib və artıq bir övlad da var. Lakin ər işləmək adı ilə zövcəsini və ki, uşağı qaynana və qaynata yanında qoyub, gedib başqa ölkəyə işləmək üçün pul göndərir, lakin qadının maddi ehtiyacı yoxdur. Onun istəyi ərinin yanında olmaqdır. Qadın ikinci evlilik ər yanında olsun deyə qurur. Tək qalmaq üçün yox. Bu vəziyyətdə kim haqlıdır? Qadın ərindən geri dönməyi tələb edə bilərmi? Heç bir borcu yoxdur. Ümumiyyətlə, əgər insanın heç bir zaruri borc, xərc, belə bir şeylər yoxdursa, yəni ailəsini tərk edib getməyi düzgün deyil. Allah xüsusilə atadır, anadır, həyat yoldaşıdır, uşaqlardır. Yəni heç bir halda düzgün deyil. Yəni gedə bilər. Misal üçün münasib bir iş təklif olar, baxar məbləğ böyükdür. Amma o da belə deyim də maksimum 3 ay, 4 ay miqdarında, həddində. Çünki söhbət əslində puldan getmir, söhbət əslində qadının yataq haqlarından da gedir. Çünki Allah Rasulü dünyasını dəyişəndən sonra Ömər radiyallahu anh xəlifə oldu, yəni Əbu Bəkirdən sonra və artıq qadınlar həyat yoldaşlarının cihadda uzun müddət olmaqlarından gileylənirdiler, narazılıq edirdilər. Və Ömər radiyallahu anh öz qızı Hafsaya, yəni Allah Rasulunun yoldaşı idi həm də, dedi, ey Hafsa, qadın ərsiz nə qədər dözər, sustu. Dedi, 1 ay dözər, sustu, 2 ay dözər, sustu, 3 ay dözər, sustu. Dedi, 4 ay yıxdı, 4 aydan ona dözməz. Yəni, 4-cü ay Hafsa radiyallahu anh'a cavab verdi ki, yox, dözməz. Sonra isə Ömər radiyallahu anh öz xəlifəli dövründə artıq cihadda olanlara hər 4 aydan bir müəyyən müddəti qaytarırdı. Artıq nizam, dəftər, yazı, pozu tərtib olmuşdu. Yəni, bu deməkdir ki, yəni, burada məqsəd təkcə maddiyyətdən getmir. Getdim, işlədim, gördüm. Amma burada həmçinin qadın haqqından da gedir. Yəni, qadın haqqından gedir. Yəni, qadın da istəyir, həyat yoldaşı yanında olsun, istəyir, qayğı görsünmək və s. Ona görə hətta böyük bir məbləğin qarşılığında xaricə işləməyə gedibsə, yəni ən azından 4 aydan sonra inşallah ki, qayıtmalıdır. Düzdür, getməkdən ötürü izin lazım deyil. Yəni, kişinin səfərə çıxması üçün həyat yoldaşından izin almağa, yəni şəriət deməyib ki, geçsin, izin alsın, neynəsin. Çünki kişi özü özünə böyükdür, özü özünə vəlidir. Yəni, sərbəst çıxıb gedə bilər, amma
Burada söhbət subasıldan yox, burada söhbət evli ailədən gedir. Ona görə yaxşı olar ki, belə hallarda kişi öz həyat yoldaşı ilə məsləhətləşsin. Ki, bəlkə elə qadın var, heç 4 ay dözə bilməyəcək. Çünki qadınların da növləri var. Bəzi qadınlar var ki, məsəl üçün, yataq haqqı ayda bir dəfə olsa kifayət edirlər. Eləsi var 2 ay demir. Amma elə qadınlar da var ki, bəlkə o daha çox istəyir və ya da haqqı daha çox tələb eləmək istəyir. Ona görə bu məsələdə məsləhətləşməyi yaxşı olar. Yəni, belə halda kişinin öz həyat yoldaşı ilə məsləhət etməyi daha yaxşı olar ki, getsin yoxsa getməsin. Çünki qadın halında, onun vəziyyətində nəzərə almalıdır Allahın izni ilə. Ona görə əgər qadın, belə deyim də, tələbkardırsa, bu baxımdan bəli, öz həyat yoldaşına tələb edə bilər ki, gəlsin. Çünki o da onun haqqıdır. Evlilik, ərinin yanında olmağı, o da qadın haqqıdır. Və aleykum assalam və rəhmətullahi və bərəkatuhu. Deməli, bir bacı gecələr təkrarlanan qorxulu yuxular görür və bu səbəbdən də səhərdən axşama kimi ağlayır. Özünü çox pis edir. Nə qədər Allaha sığınsa da bu qorxu və narahatlıq keçmir. Halbuki o bacı səhər-axşam zikirlərini müntəzəm edir, namazlarını vaxtında qılır və günahdan çəkinməyə çalışır. Bu hal günahlarının nəticəsi ola bilərmi, yoxsa başqa bir səbəbi var? Ona necə nəsihət verərdiniz və nə etməlidir ki, bu qorxu və sıxıntı ondan geçsin? Həmçinin həmən bacının əvvəllər qəzaya qalmış bir çox namazı var. İndi bu bacı həmin namazları hesablayıb qəza şəklində qılmalıdırmı, yoxsa tövbə edib müntəzəm namazına davam etməsi kifayətdir? Bundan əlavə, belə hallarda qorxulu yuxular, sıxıntı, ağlama, narahatlıq hissi, ruqya oxumaq və ya özünə ruqya oxumaq tövsiyə olunurmu? Allah elimizə bərəkət versin, Allah sənə razı olsun. Allah subhanətə cəm müsəlmandan razı olsun. İlk öncə onu qeyd edək ki, bəli, əgər onun qılmadığı namazlar varsa, o qəzaların qılsın, o yerindədir, onun başqa bir variantı yoxdur, yəni çalışsın, qəzaların qılsın. Amma o ki, qalacaq ki, bu yuxu ilə bağlı, bax, biz dəfələrlə yuxu ilə bağlı deyirik ki, hədislərdə qeyd olunduğu kimi və alimlərimizin də təsdiq etdiyi kimi, yəni yuxular 3 qismdir. Birinci Allahdan olan yuxudur. Nədir Allahdan olan yuxu? İnsan yuxuda, yəni Allaha xoş gedən əməllər görür. Misal üçün görür, namaz qılır, oruç tutur, həccə gedir, sədəqə verir, məsələn, xəstəyə ziyarət edir və s. Yəni bu Allahdan olandır. İkinci isə şeytandan olan yuxudur. O da nədir? Günahlar. İnsan görür, yuxuda araq içir, zinə eləyir, rəqs eləyir, mahnı oxuyur və s. Yəni bu şeytandan olan yuxulardır. Üçüncü yuxu isə insanın şuuraltı zehnində olan məlumatlardır. Yəni, insan gün ərzində danışdığı, gördüyü, bildiyi şeylərdir ki, yəni o ilə mütəmadi məşğul olduğu üçün və yuxuda onu görə bilər. Misal üçün, deyək ki, insan ancaq pul arzuluyur, belə pulum olsun, belə maşın alın, belə eləyim və insan yuxuda pul maşın görə bilər. Niyə görə? Çünki o onun şuuraltı zehnindədir, yəni belə deyək də, operativ yaddaşındadır və mütəmadi olaraq o yaddaş önə gəlir və onu yuxuda görə bilər. Ona görə bu bacının böyük ehtimalla, yəni bu qədər səhər-axşam zikir etməklə, yəni bu qədər onun əməlləri, xeyir əməllərinin vəsf olmasına yanaşı, bu yuxular təkrar görürsə, bu o deməkdir ki, bacı hər axşam gördüyü yuxunu səhər düşünür və düşündüyü üçün də onun şuuraltı zehnində ön tərəfinə gəlir və mütəmadi bu yuxunu görə bilir. Ona görə nədir tövsiyə? Tövsiyə odur ki, bacı o gecə həmən yuxunu gördüsə və səhər tezdən onu unutsun və salam. Nəinki danışmağı, ağlına belə gətirməsin, xəyalına belə gətirməsin, yaddaşına belə gətirməsin. Çünki unutsun, geçsin və salam. Bunun çıxış yolu budur. Amma sən hər dəfə onu gördün və hər dəfə səhər düşünürsən, fikirlərsən, bu nə deməkdir? O deməkdir ki, sən həmən o yuxunu yəni önə çəkirsən, yaddaşını da önə qoyursan, operativ yaddaş yerinə gətirsən və mütəmadi də sənin qarşıva gəlir. Ona görə tövsiyə odur ki, gecə yuxunu gördün, səhər dudun, artıq unut. Hər şey unut, nə olur olsun. Nə görmüsən, ölüm, itim, qırğın, dava, pis yuxu, şeytan, cin fərq eləmir. Nə pis yuxu görmüsənsə, unut geçsin şuuruna, yaddaşına, gözün qabağına, xəyalına belə gətirmə və 1-2 gündən sonra bunu belə elə, 1-2 gündən sonra itib gedəcək Allahın izni ilə. Və aleykum assalam. Cəhalət harda bitir? Hər kəsin özünə görə bir dəlili
və ya bəhanəsi var iblisin belə. Cəhalət hər zaman üzr sayılmalıdır. İnsanların nə isə bilməməsi, bilməyə çalışmaması cəhalətə səbəbdir. Bir şəxsin bir şeyi bilməyə çalışmadığı halda bilməməsi səbəbindən yaranan cəhalət həmən şəxsə nə dərəcədə üzr ola bilər və bu kimi halların nəticəsinin başqalarının təsiri o insana necə təmizə çıxarır. Aşağıda olan insanların problemləri barədə danışmaq olar, yuxarıdakıların problemləri barədə ancaq susmaq mı lazımdır? Adətən iki məsələnin arasındakı sərhədi ayırmaqda çətinlik çəkirəm. Demək olar ki, bir çox məsələdə bu cürdür mümküncə suallar cavablandırın. Əvvəla nə aşağıdakı, nə də yuxarıdakı insanların problemlərini danışmaq düzgün deyil. Çünki əvvəla yuxarıdakılar, onlar artıq dövlət başçılardır, onlar artıq əmir sahibləridirlər və onların xatalarını danışmaq insanların içində fitnə yaradır, fəsad yaradır, əminliyi, sabitçiliyi pozur. Ona görə o cür insanların nəsiyyəti onların yanında olur. Onlara arxasınca danışılmır. Bax, sünnə uyğun olan budur. Çünki istər xavaricilər, istər təkfir əhli, onlar bu kimi səbəblərdən başladılar. Yəni, dövlət başçılarının harada gəldi, danışdılar, elədilər. Halbuki ən gözəl olardı ki, özlərinin öz yanında nəsiyyət eləsinlər. Amma aşağıdakılara gəlincə isə aşağıdakıların da xatalarını orada-burada danışmaq şəriətə ziddir. Bu qeybətə düşə bilər, böhtana düşə bilər, iftiraya düşə bilər və s. Dilimiz nəsiyyətdən edir. Sən əgər aşağıdakılardan kimdəsə nəsə bir problem görürsənsə, çəkib və onu nəsiyyət eləməlisən, bu şəriətin sənə göndərdiyi yoldur. Amma üzrə gəlincə isə, əvvəla üzr barəsində biz çox səbəblər gətirə bilərik. Öyrənmirlər, öyrənmək istəmirlər və s. Yəni, bunun əslində səbəbləri elə cəmiyyətin içində olan dəvətin gedişatıdır. Yəni, sən cəmiyyətə düzgün bir mənhəzli, düzgün bir əqdəli insan kimi təqdim olmalısan və cəmiyyət səni düz bir insan saymalıdır. Ona görə səni haqq bilməlidir, haqqın üzərində olan bilməlidir, dediyi haqq bilməlidir və belə halda insanlar sənə və sənin dəvətinə cavab verər və öyrənməyə çalışır. Amma bu yükün də cəmiyyətdə bir təriqət yoxdur. Cəmiyyətdə onlarla cərəyanlar var, təriqətlər var, yollar var. Və bu insanlar nə bilsin ki, kim haqdır, kim düzdür. Hamı bir-birini pisləyir, hamı bir-birinin dalınca danışır, hamı özünü haqq sayır, hamı başqasını batil sayır, hamı nədəsə ittiham edir və bilməyən insanlar çaşbaşın içindədirlər. Elə bu özü ilə birbaşa onların cəhalətindən üzr olmasına dalətdir. Çünki o haqq üzərində kimin olduğunu bilmir. Ona görə kifayət qədər bu məsələdə daha geniş danışmaq olar və danışdıqlarımız hamısı həmən insanların cəhalətli olmağına üzr gətirən səbəblərə aparıb çıxaracaq. Niyə görə? Çünki insan əsla kiməsə etimad eləməlidir və nəyə əsasən etimad eləsin? Sənə. Çünki sənə etimad eləmək üçün sənin dəlilləri bilməlidir, hüccət bilməlidir, sənin haqq yolda olduğu bilməlidir. Amma bütün cəmiyyət səni düz saymırsa və ya da ki, sənin simanda olan başqa bir kəs tam başqa bir əyləm edirsə və cəmiyyət də deyir ki, ikimiz də eyni görünüşdəsiz, mən nə bilim hansınız düzsüz, ən yaxşısı heç bir üzrə də qoşulmayın, qutarı getdir. Və bu da bunun cəhalətinə dəlat edilən səbəblərdir. Ona görə onların cəhalətlərin bitdiyi vaxt haqqın onlara tam aydın çatdığı vaxtı olur. Yəni, çünki haqqı da onlara gözəl bir şəkildə, gözəl bir zamanda, gözəl bir vaxtda çatdırılması lazımdır və o da nə qədər vaxt aparacaqsa, o qədər vaxtda biz çalışacağıq ki, onları cəhalətdə üzürlü hesab edək, hətta o haqq onlara çatıb bəyan olana qədər. Aleykümselam və rahmetullah bərəkatuhu. Sualım biraz uzun ola bilər. Dünyaya gələn uşaqların salihlərə bənzədiyini, fitrətlərini, hiss və həyəcanlarını müşahidə edərkən, həqiqətən də müsəlman olaraq da olduqlarına iman eləmişəm. Amma cəmiyyətdə olan ana və ataya, qohumlara, dost və gələcək iş çevrəsinə görə
küfrə düşüb iman etsələr də bidətə sapdıqlarını namaza, oruca başlarkən sabit niyyətlərinə dayalı olmadıqları üçün etdikləri ibadətlərin də puç olduqlarını görə müəyyən yaşdan sonra oğlan və ya qız uşaqları namaza başlamalıdır bildiyimiz qədər ilə. Və sualım budur ki, həmən yaşdan daha sonra namaza başlayan, namazı doğru və sünnətə uyğun qılmayan, dəstəmaz və digər ibadətlərlə bağlı din, fiqh məsələndə səhvlər edən kəsin əvvəlki ibadətləri səhihdirmi? Yaxud dinində sabit olan kəs birdən dindən çıxdıqdan sonra əvvəlki ibadətlərə borclu olaraq qəza etməlidirmi? Yaxud da dinində sabit olan kəs birdən dindən çıxdıqdan sonra əvvəlki ibadətlərlə borclu namaz olaraq qəza etməlidirmi? Son olaraq da dediyim kəsin qardaşı, atası, yaxın olan kəs olan necə kömək ola bilər? Ümumiyyətlə, sual biraz qarışıq oldu. Əvvəl başqa şeydən, sonra başqa şeydən oldu. Hər bir halda, yəni biz uşaqlarımıza körpəlikdən namaz qıldırmalıyıq. Yəni gözləməli deyilik ki, onların həddi vaxt çatsınlar sonra. Ona görə biz sünnəyə baxsaq görərik ki, Peyğəmbər s.ə.v buyurur ki, yəni 7 yaşında namaz öyrədin, 10 yaşında isə yataqlarını ayırın, qılmasalar döyə bilərsiniz. Baxmayaraq ki, fərz olmur hələ onlara, fərz 14 yaşında olur. Həmçində hicab da bu cür, uşaqlıqdan qız uşağını hicabı geyindirmək lazımdır. Və o ki, qalacaq ki, onların bidətə, yəni azğınlığa düşməməklərlə dolayı, yəni mütəmadi olaraq valideyn uşaqlara dini təlimlər keçməlidir. Yəni bilmədikləri bir şeyləri, maraqlandıqları bir şeyləri onlara başa salmalıdır, aşılamalıdır, özü tətbiq eləməlidir, özü eləməlidir bunu ki, bu cürdə onlar öyrənə geçsinlər. Çünki əgər bir uşaqların dini savadları yoxdursa, yəni Rəblərini tanımırlarsa, namaz, oruz bilmirlərsə, yəni onların digər öyrəndikləri dünyavi elmlərin onlara, belə deyək də, heç bir faydası olmayacaq. Onu ilk öncə biz uşaqlarımıza dinlərini öyrətməliyik. Qoy birinci onlar ibadət əhli olsunlar, dinlərini öyrənsinlər, Allahı tanısınlar, ondan sonra digər istədikləri fənni seçərlər. Allahın izni ilə. Həmçində bir insan əgər dindən çıxıbsa, yəni onun keçmişdə elədikləri qəzalar nəyə lazımdır ki, artıq dindən çıxan mürtəd olub, Allah qorusun. O dindən çıxıbsa, o nəyin qəzasını eləyəcək ki? Çünki burada yazılmışsa ki, yaxud dinində sabit olan kəs birdən dindən çıxdıqdan sonra əvvəlki ibadətlərlə borclu olaraq qəza etməlidirmi? Yox, etməlidir. Çünki bu adam artıq mürtəd olub. O qəzalar eləsə də belə ondan qəbul olunmayacaq. Son olaraq da dediyim kəsin qardaşı, atası, yaxın olan kəs ona necə kömək olar? Yəni, burada söhbət kimdən gedir ki? Yəni, siz sualı ümumi vermişsiniz, amma axırda fərdi formada deyirsiniz. Fərdi formada, yəni atası o cür kömək ola bilər ki, yəni atası daimən uşağına nəsihət eləsin, başa salsın, eləcə digər qohum əqrabası. Yəni, sualı siz ümumi verirsiniz, sonra isə konkret, yəni müəyyən bir şəxsdən sual verirsiniz. Nəsə, çox qaranlıq yazmışsınız sualı.